Salam uşaqlar, faiz bölməsindən 13-cü sualın həllinə baxaq sizinlə. Deməli, maya dəyəri A manat və B manat olan iki məhsul verilmişdir. Maya dəyəri A manat olan məhsul 16% xeyirlə satılmışdır. 16% xeyir 116% A deməkdir. Yəni 1,16 A. Maya dəyəri B manat olan məhsul 4% zərərlə satılmışdır. 4% zərər 96% B deməkdir. O da bərabərdir 0,96 B-yə. Və qeyd olunur ki, satıcı hər iki məhsuldan bir ədəd satdıqdan sonra nə qazanc, nə də zərər etmirsə, yəni 1,16 A plus 0,96 B-nin cəmi elə yuxarıdakı A üstəgəl B cəminə bərabərdir. Buradan A-ları keçirsək bir tərəfə 0,16 A bərabərdir 0,4 B-yə. Və vergülləri atsaq hər iki tərəfdən B də bərabərdir 4A alınar. Doğru cavab D variantı.